Həmədan 1 milyon ton. Lityum, bu planetdəki bütün elektrik avtomobillərinin 15 il ərzində batareyası deməkdir. Bu gələcəyin enerjisi üzərində nəzarətdir. İran bunu 2023-cü ildə kəşf etdi. Müharibə 2026-cı ildə başladı. Bu miqyaslı bir əməliyyatın hazırlanması üçün 3 il lazım olan vaxtdır. Şimal-Cənub ticarət dəhlizi. Hindistandan Rusiyaya çatdırılan mallar 40 gün əvəzinə 15 günə endi. Süveyşdən yan keçərək, NATO nəzarətindən yan keçərək. Onlar bunu 2025-ci ilin sonunda dayandırdılar. 3 aydan sonra müharibə. Təsadüf, borc 38 trilyon dollar. Faiz isə ildə 1,5 trilyon dollar edir. Sistem müflisdir. Force major hallarını silməyin yeganə yolu müharibədir. Force major rəqəmsal valyutadır. Proqramlaşdırıla bilən CBDC-lər, pul, tətbiqi 2026-2027-ci illər üçün planlaşdırılır. Lakin insanların razılığa gəlməsi üçün böhrana ehtiyacı var. Böhran yaradır, indi nöqtələri birləşdirin. Lityum mükafatdır, dəhliz inhisara təhdiddir, borc motivdir. Rəqəmsal valyuta nəzarət alətidir. Bu, ölkələr arasında müharibə deyil, nüvə təhlükəsi xəbərləri adı altında planetar miqyasda korporativ basqındır. Sizə Hörmüz boğazını göstərib və neft tədarükünü dayandıracaqlarını deyirlər. Amma əslində rəqibin əlini bağlayırlar. Sizə zənginləşdirilmiş uranı göstərirlər və bomba hazırladıqlarını deyirlər. Amma əslində lityumu götürürlər. Sizə haker hücumlarını göstərirlər və bankları çöktürdüklərini deyirlər. Amma əslində sizi rəqəmsal köləliyə hazırlayırlar. Bu xaos deyil, mükəmməl planlaşdırılmış bir əməliyyatdır. Elitalara bu müharibə lazımdır. Çünki köhnə sistem dağılıb, borclar ödənilmir, dollar yalnız qorxu və zorakılıqla saxlanılır. Və yeni sistem rəqəmsal həbsxanadır. Sizin razılığınızı tələb edir. Sizdən soruşulmayacaq. Birbaşa, hökumətin hər alış-verişinizə nəzarət etməsini istəyirsinizmi? Bir seçimlə qarşılaşacaqsınız. Humanitar yardım almaq istəyirsinizmi? Və siz bəli deyəcəksiniz. Çünki soyuducunuz boşdur. Çünki bankomat işləmir. Çünki qiymətlər bir həftədə 3 dəfə artıb. Amma yardım qaydaları, məhdudiyyətləri və izləmələri olan rəqəmsal kartda olacaq və çıxış yolu olmayacaq. Bu, sui-qəsd nəzəriyyəsi deyil, biznes planıdır. Rəqibi məhv etmək, resursları ələ keçirmək, borcları silmək, nəzarəti həyata keçirmək. 4 məqsəd. 1. Müharibə. İran təsadüfi təcavüzün qurbanı deyil. İran ideal hədəfdir. Əməliyyatın miqyasını əsaslandıracaq qədər böyük, maaşları ödəyəcək qədər varlı, xalqın dəstəkləməsi üçün mediada kifayət qədər şeytanlaşdırılmış və dünya xəritəsini bloklamaq üçün kifayət qədər strateji əhəmiyyətlidir. Siz hərbi əməliyyatların xəritəsinə baxırsınız. Mən isə neft yataqlarının xəritəsini görürəm. Siz təhlükə təhdidləri haqqında eşidirsiniz. Mən isə trilyonlarla dolların səsini eşidirəm. Siz inanırsınız ki, bu azadlıq və demokratiya ilə bağlıdır. Mən isə bilirəm ki, bu lityum və logistika ilə bağlıdır. Siz nə fizikanı, nə də riyaziyyatı aldada bilməzsiniz. Müharibə nə 24 fevralda, nə də 7 oktyabrda başlamıb. Müharibə lityum kəşf ediləndə başladı. Qalan hər şey sadəcə mənzərədir. Gözləyin, biz onların lityuma olan motivlərini, borclarını, nəzarət əhatəsinə diqqət etdik. İndi sizin haqqınızda danışaq. Növbəti 6 ayda həyatınızda konkret olaraq nə dəyişəcək? Mücərrəd şəkildə. 1. Qiymətlər. Neftin bareli indi 120 dollardır. 1 aydan sonra 180 dollar, 2 aydan sonra 250 dollar olacaq. Benzinin qiyməti 2 qat artacaq. Bu göz qabağındadır. Benzin sadəcə avtomobiliniz üçün yanacaq deyil. Benzin logistikadır. Mağazindəki hər bir məhsul yük maşını ilə gəlir. Yük maşını dizel yanacağı ilə işləyir. Dizel neft məhsuludur. Neftin qiyməti 2 qat artdıqda ərzaq qiymətləri bir ay yarıma 50% artacaq. İstehsalçılar əvvəlcə köhnə müqavilələr üzrə işləyirlər. Sonra müqavilələrin müddəti bitir və qiymətlər yüksəlir. Çörək, süd, ət, soyuq havada daşınması və saxlanması lazım olan hər şey. Elektrik enerjisi də bahalaşacaq. Qaz elektrik stansiyaları ehtiyat yanacağa keçir. Ehtiyat yanacaq mazutdur. Mazut neft məhsuludur. Elektrik enerjisinin qiyməti yaya qədər 30-40% artacaq. 2. Elektronika. Lityum izoran. Bu 2026-cı ilə qədər dünya batareya bazarının 80%-ni təşkil edir. Müharibə smartfonları, notebookları, elektrik avtomobillərinin tədarükünü kəsir. Batareyalarla işləyən hər şey dayanacaq, amma yox olmayacaq. İstehsala sıraya qoyulacaq. Yeni iPhone indi 1000 dollara baş gəlir. 6 aydan sonra tapa bilsəz 2000 dollara baş gələcək. İşlənmiş telefonların qiyməti kəskin şəkildə qalxacaq. Çünki yeniləri olmayacaq. 2020-ci ili xatırlayın. Maska və antiseptik çatışmazlığı. İndi batareya çatışmazlığı olacaq. 3. İnternet. Siz təbii ki, interneti hava kimi düşünürsünüz. Xeyr, internet serverlərdir. Serverlər isə elektrik enerjisinə bağlıdır. Artıq elektrik enerjisi də bahalaşıb. Hosting. Qiymətlər artır, kiçik şirkətlər bağlanacaq. Böyük şirkətlər qiymətləri qaldıracaq. Amma əsas məsələ nəzarətdir. Müharibə zamanı informasiya təhlükəsizliyi rejimi tətbiq olunur. Yəni filtrlər. Əvvəlcə düşmən veb saytlarını, sonra arxa qapıları olmayan anlıq mesajlaşmaları, nəhayət virtual xüsusi şəbəkələri bloklayırlar.